Yadından çıkartma. Dərslərlə məşğul ol. Arvad dur sən də. Dur qapını aç, dur. Gidirdin aç da. Səhərdən kişilikdən nə acırsan? İdiot. Yenə idiot. Ha. Belə oldu. Sakin. Barmek. Barmek. Bay. Kişidir axı. Yox. Yox. Kişidir. Ha. Mən kişiyəm. Sən kişidir. Mən kişiyəm. Kişi. Mən kişiyəm. Kişisən. Onda sakin. Ay kardeş, aç kapını. Ata sen kişisən. Belli. 100%. Mən kişiyəm ha, o nə deməkdir? Ay kardeş. Qardaş. Ay kardeş. Ay qardaş. Qurban olarım elə. Ay bak, çay dəmlə. Çay yoxdur, hinduşkadan zaddan qızar. Barmek'ten gelmişim, pulumu verilmez. Məqsədin qardaşı ancaq barbekdə işləməlidir. Barmek'in borcunu da versen laf yaxşı olur. Nə borc da qardaş deyəndən sonra. Ne hellel ha? Pulu ver ben yedim. Qardaşdan pul istəyər, hə? Bu nə söhbətdir? Hə baba. Keçəri, keçir saat qoğan. Ay sən çaşırsan ha? Bəyəxin dağda qapını dağıdırsan qardaş. Ay, məqsəd hər adama qapı açır. Qardaş dedin də əni açdım da. Sən çaşdın. Ona görə mən səninlə qazat eləyəcəm, özüm yox. Bax, qapı bir qonşum 18 ildir. Sərdəydi çıxıb. 18 il, avtoritet yox. 15 dəqiqə, 15 dəqiqə ondan söhbət eləyəsən, gəlsən ki, qardaşdan pul istəyirəm. Gör sən nətər bayırsan. Ben senden istedim. Nətər məndən istəyirsən, ha? Nə məndən istəyirsən, nə məndən, ha? Gəbra. Sen Allah komşuya xəcalet verme, ben yedim. Nə gedirsən, ha? Kardeş sen Allah komşuya Ne? xəcalet verme, ben İki yedim. dəfə qardaş, sən iki dəfə çaşdın? Sigaret ver, bir dənə sigaret ver. Bir dənə sigaret ver. Valla sigara çeken de öyle. İtirazı ver ben yedim. Sən nə bol? Sağ ol. Ay sən gəbra. Şunlar at qapını. Ay qulaq. At qapını. Ne oldu vay məqsəd? Nə olub ha məqsəd? Saat neçədir? Sən nə qədər danışsan ha? Ha gir içəri də. Qoca arvadsan, get yıxılır da. Qapı düyən oldu. Yes. Məqsəd, dedim sənə sən Qalaba. kişisən. Ay ata, sən salatasan.